Semih, o təzə açılmış kafeni görmüsən, bəlkə ora gedək sabah. Sabah, bir dəqiqə gözlə. Ay yox, sabah ayın 21-idir, mən Fransaya qayıdıram, alınmayacaq. Fransaya? Hə, danışmamışam sənə. Mən əslində orada yaşayıram axı. Bakıya bir illik gəlmişik onsuz. Sabah gedirəm. Bu arada təzə telefonumu göstərmişəm sənə. Qardaşım hədiyyə edib. Honor X7-dir. Necədir? Özdə bax, burada AI düymə də var. Bu düymə ilə axtarış və tərcümə edə bilərsən. Hətta ev tapşırıqlarını da edə bilərsən. Özdə suya və zərbəyə davamlıdır, bax. Semih biraz yavaş ol da. Amma əslində heç nə olmadı telefona, əvvəl telefondur. Bir dəqiqə saxla, sən qardaşın var. Necə yəni? Qardaşımı tanımırsan? Bizlə bir sinifdə oxuyub. Yadındadır, Orxan. Semih, ciddisən? Hə, ciddiyəm. Tanımırsan onu? Nəysə, get telefona baxaq. Çox maraqlı funksiyalar var. Semih, o gün işə təzə oğlan gəldi. Birə-bir sənə oxşuyur. Özü də telefonu da elə sənin göstərdiyin telefondan idi. Təsadüfə bax. Doğrudan, adı Nicat deyil ki. Hə, Nicatdır. Hardan bildin ki? Nicatdır da onda. Mənim əkiz qardaşım, tanımadın. Özü ki deyirsən mənim telefonla gəlib. Orada maraqlı AI funksiyaları var, maraqlanırdı onlarla. Verdim işlətsin, baxsın. Əkiz qardaşın? Semih, səni 10 ildir tanıyıram, birinci dəfə də eşidirəm bu məlumatı. Sənin neçədən qardaşın var? 11. Danışmamışam.